Azərbaycan xalqını şanlı zəfərimizin 5-ci il dönümü münasibəti ilə ürəkdən təbrik edirəm. Biz gənc nəsli vətənpərvərlik ruhuna, vətənə sevgi ruhunda tərbiyə eləmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Və vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı zəfərimizin əsas amillərdən biridir. 44 gün ərzində bizim şanlı silahlı qüvvələrimiz hər gün irəli gedirdi. Bir gün, bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişdik. Bunu döyüş meydanında sübut etmişdik. Və hər azad edilmiş şəhər və kənd, orada qaldırılan Azərbaycan bayrağı bizim ordumuzu da, xalqımızı da daha da ruhlandırır. Və nəhayət, noyabrın 8-də alınmaz qala sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra, noyabrın 9-undan 10-una keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, biz ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi özümüz bərpa etdik. Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti, qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Bu torpaqlarda əbədi Azərbaycan bayrağı dalğalanacaqdır. Mən bütün Azərbaycan xalqını bir daha şanlı zəfərimiz münasibəti ilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqına can sağlığı, yeni uğurlar arzulayıram. Qarabağ, Azərbaycandır. Əziz müəllimlər, hörmətli qonaqlar, sevgili şagirdlər, bugün biz xalqımız tarixində ən qürurlu, ən şərəfli günlərdən birini və hətta birincisini 8 noyabr Zəfər gününü qeyd edirik. Vay bugün her birimizin yaddaşında birlik, mübarizlik ve gurur günü kimi kalsın. Bizim bu yılda toplaşmamızın sebebi, qəhrəman olduğumuzun kazandığı möhtəşəm Zəfər gününü qeyd etməkdir. Sevgimiz səslənsin. Thank you.
Allah rəhmət etsin. Bəli, 44 illik müharibə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazdı. Qələbə şəhidlərimizin qanı, qazilərimizin rəhbərliyi və xalqın birliyi sayəsində qazanıldı. 30 illik həsrətə son qoyuldu. Nəhayət, 1-ci Qarabağ müharibəsi şəhidlərinin, İtirilən torpaqlarda qalı çəkilən uşaqların, yaşlıların, ürəyinə övlad qalı çəkilən anaların qisası alındı. Erməniyə əsir düşməsin deyə özünü qayadan atan gəlir bacılarımızın ruhu rahatlıq tapdı. Eşq olsun, qanını, canını, vətənin torpaqlığının bütünlüyü uğrunda fəda edən şəhidlərimizə. Eşq olsun gözünün nurunu bu torpaqların işıqlı sabahı üçün qurban verib qazilərimizə. İndi isə tədbiri açıq elan etmək üçün sözü məktəbimizin direktoru Rəna xanıma verilir. Salam, hər vaxtınız xeyir olsun, xoş gördük. Məktəbimizin 160 nömrəli məktəbin dəyərli müəllimləri, dəyərli qonaqlarımız və sevimli şagirdlər. Hər birinizi xoş gördük, belə bir əlamətdar bir gündə. Çox sevincli haldır ki, siz o nəslin nümayəndələrisiniz ki, siz bu qələbənin şahidləri oldunuz. Çünki biz illər boyunca bizim uşaqlığımız elə bir zamanəyə təsadüf etdik, elə bir dövrə təsadüf etdik ki, müharibənin uzun dövrü, Azərbaycanın torpaqlarının birər-birər bitirilməsi və Azərbaycanın xəritədə belə parçalanmasının şahidləri olmuşdur. Amma nə xoş bizə ki, bu parçalanmış Azərbaycan şəraitində məktəblərimiz təsadüf etsələr, artıq bir məktəbə rəhbərlik etdiyim dövr Azərbaycanın bütün bütünlüyünə təsadüf edir və bu da bizim şanlı ordumuzun və Müzəffər Ali Baş Komandanımızın apardığı düzgün siyasətin nəticəsidir. Bugün münasibətilə, ən gözəl bayramlardan hesab edilən Zəfər gününün münasibətilə sizin hər birinizi səmimi qəlbdən təbrik edirəm. Bir çoxları, bir çox dövlətlər və ya xalqlar bu zəfəri bizim üçün təsadüf sayırlar. Amma biz bilirik, biz bunu hiss etdik, gördük, yaşadık ki, hər zəfərimizin arxasında neçə analarımızın, bacılarımızın fəryadları, səssiz dualarımız, belə deyim, amma sonsuz inanımız var idi bu qələbəyə və bunun nəticəsidir ki, biz indi azad səma altında azad nəfəs alırıq, yəni fədakarlığımızın səsi və azadlığımızın nəfəsi olur bizim üçün bu zəfər. Hər birimizdə əminəm ki, bu zəfərin nəfəsini dərinlikdə duya bilirik. Bayramımız bir daha mübarək olsun. Heç bir zaman arzu edirəm ki, heç bir zaman bir daha bizim xalqa, bizim millətə, bizim körpələrə müharibə göstərməsin olur. Tədbirimizin ilk çıxışlarından birini də mən istəyərdim ki, mənim hədsiz dərəcədə çox hörmət etdiyim, hətta belə deyim ki, mənim kontaktımda belə bu insan ata adı altında yazılıb, yəni qeyd edilir. Müharibə veteranı Yaşar Atanı səhnəyə dəvət etmək istəyirəm. İstəyərdim ki, onun sözlərlə tədbirimizi açıq devam edək. Onun axsaqqallığı, alicənablığı. Buyurun. Əziz tələbələr, Məmnunlar Başkanlığının salamlayıram. Bu qələbə günü münasibətilə hamınızı təbrik edirəm. Mən Kərimov Yaşar 1-ci Qarabağ müharibəsi istiqamətçisi 2-ci bölməlidir. O vaxtı bizim dövrümüzdə 20% torpaqlarımız düşmüşdür. Ona görə ki, xalq cəbhəli dövründə, hakimiyyət dövründə təşkilləşlik olmuşdur. Və ona görə də 20 min şəhət etmişdir. Amma indi bir aslanın erkəkçisi olmaz. Başda Ali Baş Komandanımız olmadan Mehriban xanım Əliyevə və ordumuz, xalqımız birləşdi, 44 günlük müharibəni bir qələbə ilə başa vurdular. Hamınızı təbrik edirəm, hamınıza uğurlar arzulayıram. Da olsa sözü vermək istəyərdim məktəbimizin hərbi müəlliminə, Elman müəllimə. Çox sağ olun, minnətdaram. Rəna müəllimə başda olmaqla bütün şagirdləri, qonaqlarımızı, hamınızı bayram münasibətilə təbrik edirəm. Bu müharibə bizim üçün qısa zamanda oldu, amma çox şərəfli oldu. Bir daha hamınızın bayramını təbrik edirəm. Sağ olun. Sağ olun. Hər birinizi məktəb şagirdləri
müəllimlərimizin səyi nəticəsində hazırladıqları bayram tədbirini seyr etməyə dəvət edirəm. Xoş seyirlər sizlərə. Vətənin yazıldığı gündən artıq 5 ildir. 5 ildir vətən səmasında parlayan ulduzlar daha işıqlıdır, daha parlaqdır. Bu parlayan ulduzlar səmaya ucalan şəhidlərimizin ruhlarıdır. Onların ruhlarıdır yolunu torpağa işıq saçdılar. Gecənizi, gündüzünüzü aydınlatdınız. Özdəyici şəhidləri vətən tarixinin 5 münasibətilə təşrif edilmişdir. Və dərin hörmətlə şəhidlərin əziz xatirəsini yad edir. Şəhid ruhları göylərə uzatsa da adları qəlblərdə daim yaşayacaqdır. Aziz həmvətənlər, bugün ölkəmiz üçün tarixi bir gündür. Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinə son qoyulur. Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçin bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir. Mən Kənan İsrafil. Mən Aydın Abdullayev. Mən Əsədli Cahid. Mən Mehman Qəmbərov. Mən Teymur Mədəsədə. Mən Zeynalov Fikrət. Mən Hüseyin Nəcəfzadə. Mən Pəncəli Teymurov. Mən Farid Tursunov. Yox. Mən Fərid Nursimov. Mən Səbuhi Əhmədov. Mən İsmail Kərimov. Mən Fərid Misirli. Salih. Mən Sahil Şirəliyev. Mən Cəbrayıl Dövlətzadə. Amin Səfəli. Mən Mehmet Əhədov. Mən Fərid Mehbaliyev. Mən Xudayar Yusufzadə. Mən Əbi Kəmal. Teymurlu Orxan. Yusuf Nəbiyev. Mən Dili. Mən Muxtar Qasımlı. Meydanların cəngavəri, ey xalqının inan yeri, zirvədə yazılsın adın, Azərbaycan əsgəri. Buyursun səhnəyə, bu komandir rəqsi ilə 2 at çəkir.
olmasın dökülen kanlar, inleyen torpaklar ilaç olmalı. Bizim doğma vətənə can borcumuz var. Düşmenden almalar canımız kalır, doğma torpaklarda canımız kalır. Üç renkli bayrağa bürünsün herkes, şehitten ölmezdir vətən bölünmez. Aman bir vur kısas kalmalar, emret Şuşada bayrak salmalar. Vur bizi gözleyin doğma Qarabağ, İrəli əskər zəfər çalmalar. Vur komandir vur kısas kalmalar, emret Şuşada bayrak salmalar. Vur bizi gözleyin doğma Qarabağ, İrəli əskər zəfər çalmalar. Müzeffer ordumuz serhət boyunca, kanatlı şahinler onlardan uca. Kükreyip her biri yerinden durar, bize göz dikeni gözünden vurar. Düşmenden almalar kanımız kalır, doğma torpaklarda canımız kalır. Yayılsın etrafa şenli sesleri, Şuşada yükselsin üç renkli bayrak. Vur komandir vur kısas kalmama, emret Şuşada bayrak saçmama. Vur bizi gözleyin donma Qarabağ, İrəli əskər zəfər çalmama. Vur kısas kalmama, emret Şuşada bayrak saçmama. Vur bizi gözleyin donma Qarabağ, İrəli əskər zəfər çalmama. Bayrak benliğimdir, bayrak kimliğim. Bayrak öz yurduna, öz hakimliğim. Daim güç olasam bir savaş gününde. Əskər sınavında, seni sen görür. Yalnız zəfər çalmış, şehit önünde. Seni almış için eğlen görür. Buyursun səhnəyə, bayrak sənəciyle altıcı esindir. Söz! Hal-hazırda bütün Azərbaycan xalqının ürəyi sizinlə döyünür. Sizinlə fəxr edir. Bugün xalqın sözü, fikri, amalı, məqsədi birdir. Bu döyüş son döyüşdür. Son döyüşdür. Son nəfəsimədək tökülən hər damla şəhid qanı. Ağlayan hər şəhid anası. Həmlə Bağayev. Mehman Qəmbərov. Elnur İstəmov. Rasim Məmmədov. Bu döyüş zəfər döyüşüdür. Qələbə bizimdir. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Mənim üçün bunu bilin, mən sizə deyirəm. Öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədiyyət etməkdir. Odur eyli, oldu nəfəsli diyarı.
Başım üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban Azərbaycan. Başım üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ey anam, vətənim, ey doğma Qarabağ Azərbaycan. Zafer yarışı. Bugün bizlerin yarışı. Sevinç ve gelen zafer yarışı. Sen layıksın Azerbaycan. Uyusun seneye, zafer eksiğiyle 5 beksin. Gözün aydın ey ana vətən, şəhidlərin batmadı qanı. Səfər çaldın bu savaşda sən, qalib adın gəzdi cahanı. Uca dağlar boyandı nura, Kör bulaqlar nəğmə söyləyir, yollar boyu açıldı günlər, ay ulduzlu bayraqlar qoşar. xar bülbül qalxıbdı təzə tər. Bayram edir cəng ilə susar, igid əskər ağ olsun üzün. Sağ ol desəm alsalar sənə, Azad edib torpaqlarını, fərəh verdin millətinə. Mən bir millətəm, tarix yazan, zəfərim dillərə dastan. Dursa qarşımda bütün cahan, vermərəm öz torpağından. Mən bir millətəm, tarix yazan, şanlı qələbəm çıxmaz yadda. Bir ağızda deyək hər an, yaşasın Azərbaycan. Millətimiz ak yolcusu, hakkınızı bölen değil, bayrağımız İsrail'dir. Bu sefer bu cümle zaman mekanı, kısasın geyretmiş serefin şanı, ordusuyla Ali Başkomandanı şehri məğlub etmək nümunəsidir. Düşman da tanıdı, dost da tanıdı, etibar, sədaqət, inam sınandı. Sönmüş ocaqların çırağı yandı. Bu sefer namədlərə ibrət dərsidir. Zəfər an yerimiz şəhid zirvəsi, oyanmış ruhların coşan nərəsi, göy türk yürüyüşünün haykıran səsi, bu sefer namədlərə ibrət dərsidir. Mən bir millətəm, tarix yazan, Zəfərim dillərə dastan. Dursa qarşımda bütün cahan,
vermərəm öz torpağımdan. Mən bir millətəm, tarix yazan. Şanlı qələbəm çıxmaz yaddan. Yaşasın Azərbaycan. Mən bir millətəm, tarix yazan. Zəfərin dillərə dastan dursa qarşında. Bütün cahan vermərəm öz torpağımdan. Mən bir millətəm, Tarix yazan, şanlı qələbəm çıxmaz yaddan. Qoy bir ağızdan deyək hər an. yaşasın Azərbaycan. Hələ yaşayıram, gəlir nəfəsim. Vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam. Çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr. Vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr. Vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Odlar yurdumun azad gençleri, üç renkli bayrakla ordumda ilerli. İnanarak biz tek Allah'a birlikte gedirik. İlhamda sabaha. Yüreğimde coşur doğma nəğmələr. Vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr. Mən fəxr edirəm ki, Azərbaycanlıyam.
Aziz konaklar, bu şerefli günde bizim tədbirimizin xüsusi qonaqları var. Onlardan biri şəhid Polkovnik Leytenant Mehman Qəmbərov bizlərə yadigarı Sulaman xanım Qəmbərova çıxış edir və onun övladı Ceyhan Qəmbərov. Sizlərin alqışlarınızla onları səhnəyə dəvət etmək istəyirəm. Hoş gördük hər birimizi. Zəfər bayramımızı təbrik edirəm. Hər birimizə can sağlıqlar diləyirəm. Bu zəfər hər birimizin zəfəridir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Bu günləri bizə yaşadılar. Qazilərimizə can sağlıqlar diləyirəm. Ordumuza can sağlıqlar diləyirəm. Bütün müəllim kollektivi 160 nömrəli olmaqla hər birinizə can sağlıqlar diləyirəm. Çox sağ olun. Hər zaman şəhidlərimizi tanıdırsınız. Şəhidlərimizin adınızı alırsınız. Var olasın. Minnətlərim hər birinizə. Sağ olun. Keçir Qarabağdan, gah o dağdan, gah bu dağdan, akşam üstü o uzaqdan, havalansın umanın səsi, Qarabağın şikəstəsi. Buyursun səhnəyə 4 cinsli şagirdləri və Azərbaycan mahnısı səsləndirə
Müəllimə, sağ olun. Hörmətli müəllimlər və şagirdlər, gələn qonaqlarımız sizlərə çox təşəkkürümüzü bildiririk. Çox sağ olun. Bayramınız bir daha mübarək. Gözün aydın ey ana vətən, şəhidlərin batmadı qanı. Səfər çaldın bu savaşda sən, qalib adın gəzdi cahanı. Uca dağlar boyandı nura, Kör bulaqlar nəğmə söyləyir. yollar boyu açıldı günlər, ay ulduzlu bayraqlar qoşar. Xar bülbül qalxıbdı təzə tər. Bayram edir cəng ilə susar, igid əskər ağ olsun üzün. Sağ ol desəm alsalar sənə. Azad edib torpaqlarını, Fərəh verdin millətinə. mən bir millətəm, tarix yazan. Zəfərin dillərə dastan, dursa qarşımda bütün cahan. Vermərəm öz torpağından. Mən bir millətəm, tarix yazan. Şanlı qələbəm çıxmaz yaddan. Bir ağızda deyək hər an, yaşasın Azərbaycan.